Azərbaycanda fəaliyyət göstərən Çinli həkimlər Liu Weidong və Liu Jinyonun qonağıyıq və söhbətimizə Çin dili üzrə tərcüməçi Leyla Şahmurlu da bugün bizə qoşulacaq. Xoş gördük. Biraz çətindir Çin adları. Adları bəli çox çətindir, amma bizim deməli Hətta oxşar da hətta deyərdim. Bəli, çox oxşardır. İkisinin də çünki familiyası eynidir. Amma bizim həkimin Azərbaycan adı belə var. Hətta Azərbaycan. Ayı da 怎么样？说ayı。 Azərbaycan adı Alidir. Azərbaycanca adı Əlidir, yəni Əli deyirlər klinikada. Bəli, əslində Şaoli deyirik. Şaoli deyəndə də Aliyə oxşuyur da səsi. Ona görə biz də Ali deyərək çağırırıq ona. Maraqlıdır. Nə vaxt gəldiniz Azərbaycana? Necə oldu gəldiniz? 你们什么时候到阿塞拜疆？已经来了快2年了。2023年。 2023-də gəlmişik, artıq 2 ildir də buradadılar. 2 ildir burada fəaliyyət göstərirsiniz. Yəni necə oldu qərar verdiniz ki, məhz Azərbaycanda klinik açmalısınız? 我们就是先前是经 Mənim 过 dostlarım Bakıda işləyirdilər, iş görürdülər, eləyirdilər və bizə Bakını çox tərifləmişdilər. Yəni bütün Azərbaycan əslində. Mən də qərara gəldim ki, Çin təbabətini Bakıya gətirim və burada bir klinika açım özümə. 中国中医。 Yəni konkret olaraq hazırda bu klinikada yəni nə iş görürsüz? 我们是通过 Müalicə üsullarımızın məqsədi odur ki, iynələrlə ağrıyan hissələrə iynə salınır, hardasa 30 dəqiqə qalır. Ondan sonra da yəni bir müddətdən sonra adamın ağrıları kəsilir. 治疗。 Maraqlıdır ki, yəni Azərbaycana necə uyğunlaşdınız? Yəni rahat oldu burada yaşamaq. 阿塞拜疆的环境气候跟中国我们南方一样的，也就是在这种天气当中非常适合，跟我们也就在中国家乡的天气相差不远，所以说我过来阿塞拜疆感觉也是回到家一样，所以说非常喜欢。 还有阿塞拜疆人也很好。阿塞拜疆人havası çok güzeldir. Çox gözəldir deməkdir. Azərbaycan havası非常好 çox gözəldir. Yəni deyir ki, rahat biz Bakıya gələndə əslində onlar Çinin cənub hissəsindəndir və Çinin cənub hissəsində Azərbaycanın havası çox belə deyək oxşardır. Ona görə də mən deyir çox böyük bir fərq hiss eləmədim havasında belə və Ali də əlavə elədi ki, Azərbaycanlılar belə özləri çox yaxşıdırlar. Nəyi bəyənirlər Azərbaycanda maraqlıdır? 最喜欢的是什么在阿塞拜疆？ 最喜欢逛街啊，阿塞拜疆有了这个以欧洲的风格的建筑啊，喜欢去逛逛那个步行街啊、老城啊，还有阿塞拜疆的美食啊、牛肉卷啊等等，这些都很好。 Deyir, ən sevdiyim Targovi'də. Bizim Targovi'yə gedirlər gəzməyə tez-tez. Deyir, xoşum gəlir gəzməyə. Bir də Avropa ilə çox oxşuyur da, belə gözəlliyi Avropaya bənzəyir deyə mən deyir hiss edirəm özümü. Elə Avropadayam, belə hiss edirəm və çox xoşlayıram deyir gəzməyi. Targovi'də bu arada tez-tez gəzirdik. Xoşlayır orada bizim yadınızdadırsa yarmarka var idi. Yarmarkada gedirdilər mahnılar falan və özü oynayırdı orada belə kompleksizdir. Baxmayaraq ki, həkimdir. Burada belə strogi, yəni burada belə sərt olsa da öz aramızda çox yaxşıdır, mülayim. 喜欢阿塞拜疆人很热情，对中国人很热情。 Azərbaycanlıların Çinlilərə qarşı olan xoş münasibətini çox bəyənirəm deyir. 因为我的名字阿里就是阿塞拜疆人起给我的， Adımı belə Azərbaycanlı verib deyir. 所以我 Hətta 很喜欢。 pasiyenti yəqin ki. Dostu. Şey qeyni Ali的名字. 另一个阿塞拜疆的朋友， Bir Azərbaycanlı dostum var idi, o vermişdi adımı. Amma digər həkimin adı Yoxdur, yox. Liu. Biz ona əslində elə İşən deyərək medistralar, yəni tibb bacılarımız ona İşən deyə müraciət edirlər ki, Çin dilindən tərcümədə həkim deməkdir. Özləri də belə müraciət edirlər ona. Klinikada digər işçilər Azərbaycanlılar da çalışanlar. Tibb bacılarımız bəli, hamısı Azərbaycanlılardır. Belə. Amma həkim yəni sırf özləridir, yəni başqa. Ailələri ilə gəliblər yoxsa tək? Xeyr, tək gəliblər. 李先生，亚勋，诺布鲁斯，白呢，布鲁斯，林白里 Ne yiyirsən? ，gos， Qoğal. 果浪， Qoğal. 果浪，confet， Şu şokolad. ，chocolate， Hı. 然后呢? O nedir? Pahlava. 帕赫拉巴， Hı, pahlava. 帕赫拉巴， Bu nedir? Şeker bura. ，shekere bula。 Hı,很好, şeker bura. Mətbəximizdə aralar necədir? 阿塞拜疆的美食很多，也非常受我们
过来，我们中国人也很喜欢。在这个比如说烤羊肉、烤牛肉，烤那个牛肉肠啊，这种美食对我们来说都是非常 OK 的，非常喜欢。Demək deyir ki, Azərbaycanda çoxlu yeməklər əksəriyyəti çox dadlıdır. Baxmayaraq ki, bizim ağız dadımız fərqli olmağına baxmayaraq çox dadlıdır. Və ən sevdiyi kababdır. Qoyun ətindən və mal ətindən hər ikisini də deyir, çox bəyənirəm. Bir də dürüm yeməyi çox sevirlər. Yəni biz hətta işdə, yəni nahar fasiləsində ancaq yəni özlərinə dürüm sifariş edirlər, dönər falan belə şeylər. Prosta dönər biraz onlara duzlu gəlir, yəni düzündə. Çinlilər duzlu çox sevmirlər onsuz da. Əslində duzlu, mən misal Çində olduğuma görə orada duzlu yeyən bölgələr var, hansı ki duzlu bölgəni sevir. Bəzi bölgələr isə misal şirin dadı çox xoşdurlar. Misal şirin duzlu, şirin turş belə miks eləyirlər. Bu arada çox dadlıdır şirin turş. Belə. Ali necə? Ali Nina 我觉得很好， Hansı yeməkləri sevir? 最喜欢的菜是什么？喜欢吃烤牛肉。 Mən də kebab deyir, xoşduram yeməyi. Kebabı çok seviyorum. Biraz Azərbaycanca Kebab yeməyi başa düşdüm mən. Bəli, kebab yeməyi çox sevirəm və çalışır ki, Azərbaycan dilində danışsın və qısa müddətdir də Azərbaycandadır. Belə deyək 2 ildir. 2 il heç nədir. Və- Əslində heç kəs öyrətməyib heç ona. Hissə, yəni az da olsa sözləri öyrənir və mən bilirəm ki, bu işdə siz ona çox kömək edirsiniz. Çünki sosial şəbəkələrdə çoxlu videolarınız var həkimlərə Azərbaycan dilini öyrətməyinizlə bağlı və siz də çox çalışırsınız. Maraqlıdır metodunuz necədir? Hansı metodlardan istifadə edirsiniz? Mən görmüşdüm, mahnı oxuyurdunuz, daha doğrusu şeir deyirdi. Bəli, bəli. Kismis. Panda. Kos. Ha, kos. Yaxşı. Dadlıdır, nişan dadlıdır. Dadlıdır. Fındık, yaz. Əslində bir metodum yox idi. Necə oldu? 1-2 dəfə sözləri təkrar etdirirdik. Gördüm ki, bizim bu həkimdə yox, o Alidə daha yaxşı alınır əslində. Həm də özünün tələffüz elədiyi bəzi hərflər var ki, ümumiyyətcə Çin dilində belə tam tələffüz eləmir. Ona görə avtomatik olaraq Azərbaycan dilində də çətinlik yaranır. Ona görə videolarımı Alinin üzərində qururam. Necə mən deyirəm sözü. Bəli. O mənim dalımca təkrarlayır və Alinin çox qəşəng yaddaşı var bu arada. Cümləni dedikcə yadında qalır. Çox Azərbaycan sözlərini bilir. Misal hətta bizim tibb bacılarımızın adlarını belə qəşəng tələffüz edir, yadında qalır hamısını. Belə öyrətməyim də ki, deyirəm, təkrarlayır. Bir neçə dəfə deyəndən sonra artıq bilir necə olacaq. Maraqlıdır, istərdim yenə şeir deyəsiniz. Öyrəndiyim şey. Məşhur şeiriniz Instagramda paylaşmışdınız. Okay. Ala, bola, boz keçe. Boz keçi. Boz keçe. Aha. Ay qoşa buynuz keçi. Ay su, boz keçe. Ay Ay, qoşa kosa, buynuz bonus, keçi. keçe. Ala, bola, boz keçi. Ala, bola, boz keçe. Ay qoşa buynuz keçi. Ay, kosan, bonus keçe. Ay qoşa Ay kosan, buynuz Bonus keçi. keçe. Ay kosan, bunun keçe. Yalqız Yakız, gəzib keçi, dolanma. dolama. Ha. Dağa, daşa Daha tasa, dırmanma. tırmanma. Bir qurd çıxsa qarşına, Bir kut sıktır sana. Çox maraqlı. sən nə Bu ne edərsən? Bir qurd Pedikut, çıxsa keçe. qarşına. Kasına. Ha, sən nə edərsən ona? Senleri desersen. Ha, çoban Çoba, açınca gözün, açıktan kızı. qalar iki buynuzun. Galacı kızı. Hayo, nişoba. Ay pipi, Ay bibi, qan xoruz. kan hogası. Gözləri Gösteri, mərcan xoruz. Mərcan maynacan, xoruz. holus. Sən nə tezdən durursan? Sen, Sen nə tezdən sen ne keziken, durursan? durursan. Sen de Kışkırıp- durursan. Kısıkulu, Banlayırsan. banlıysan. Belə də yəni bu. Şeirləri bu formada öyrədirsiniz Bəli. və sosial şəbəkədə çox maraqlı qarşılanır və xeyli də izlənir videolar. Bəli, bəli. Hətta mənim bir videom 1 milyona yaxın yığdı Bəli. axırki onlarla bir yerdə belə qəşəng idi, yəni bu cür.
Azərbaycan dilini öyrənmək, yəni sizə çətin gəlmir?不难，用心学就不难。有心事竟成。 Maraqlı öyrənəndə çətin gəlmir. Yox. Çünki bizim qrammatika əslində Çin dilinin qrammatikası ilə biraz oxşardır. Eyni o formatda feil arxada qalır, belə bir şeydir. Yəni tam Azərbaycan dili qrammatikasını özüm də bilməsəm, amma ki o oxşarlığı çox var idi. Yəni belə ona görə Aliyə misal çox rahat gəlir. Mənimdə biraz tələffüz çətin olur belə. Alidə maşallah çox yaxşı tələffüz eləyir. 他觉得你的阿友很好。你就需要有一个老师教我。 Deyir mən bir də müəllim lazımdır, mənə öyrətsin. Leyla, müəllim Leyla. Leyla 老师。 Leyla老师。 雷拉老师， Leyla 老师yaxşı。 好老师， Хорошо. O biraz Rusça da bilir. Хорошо. Siz ay yazmış mı? 说啥？ Çox sağ ol. Bir də bir dialoq eləyim sizin üçün. Onu da eləyir. Necədir ma? Salam. salam，necəsən？ Necəsən? Mən də yaxşıyam. Cəyən. Hə, belə gündəlik ifadələri Aha. daha asan olanları deyə bilirlər. Deyə bilir. Misal pasiyent girir içəri, deyir ki, ya çox sağ ol, belə şeyləri sразу deyir. Çox sağ ol, dəyməz, onları bilir. Bu kaçıdır uşaq? Değmez. Dəyməz. Dəyməz, amma bilir belə. Bunları bilirlər, öyrənirlər. Yaxır. Bula. Bura. Bura da nə deyir? Misal pasiyent girir, deyir ki, misal ağrıyır. Misal pasiyent gəlir, deyir ki, nəsə danışır, biz də yanında tərcümə eləyirik də. Ya da misal pasiyent özü girir, misal ortaya, özü belə eləyir, masaj eləyəndə falan soruşur ki, misal bura ağrıyır, onları bilir. Pasiyent özü deyir ki, hə ağrıyır ya da yox ağrıtmır, belə bunları bilir. Leyla xanım, maraqlıdır. Siz necə öyrənmisiniz Çin dilini? Mən necə öyrənmişəm? Əslində mənim çox maraqlı bir istoriya, maraqlı bir tarixim var öyrənmək yolum. Deməli, mən Bakı Dövlətdə oxumuşam və Bakı Dövlətdə Çin dili, yəni Konfutsi İnstitutu fəaliyyət göstərir. Mən orada deməli daha öncə isə mənim dostlarım Çin dilində öyrənirdi və mənim qruplarım bölünürdü, belə şərqşünaslıq idik deyə. Mən Türkiyə üzrə idim və mənim dostlarım, ən yaxın dostlarım zaten Çin dili üzrədə idi. Və orada bir rəfiqəm var idi. Hər dəfə elə bir yanına gedirdim deyə baxırdım, müəllimləri ancaq Çinli olub, yəni Azərbaycanlılar ümumiyyətlə onlara dərs demirdi. Mən də həmişə belə xaricə marağım olub, uşaqlıqdan bəri ümumiyyətlə xarici gedəcəm deyə xəyalı ilə böyümüşəm. Ondan sonra da başladım onlarla öyrənməyə, sözləri tələffüz eləyirdim və s. Gördüm ki, alınır. Getdim Konfutsiya, orada bir müəllimim var idi. Çox qəşəng müəllim idi. Yəni o dərəcədə ki, çox istəyirdim də onu. Onun sayəsində mən Çin dilini çox tez bir zamanda qaldırdım. Sonra imtahan verdim və universitetə qəbul oldum Çində, pulsuz, təqaüdlə, bəli, elə qəbul oldum və sadəcə təəssüf ki, o vaxtda korona düşdü, biz gedə bilmədik, amma ondan sonra özümə məqsəd qoymuşdum ki, yəni nə olur olsun mən Çinə gedəcəm. Getdim, 2 ildə yaşadım orada, 1 ili dil kursu öyrənmişdim, 2-ci ili isə magistratura, belə. Bitirdiniz və gəldiniz. Bəli. Hal-hazırda Çin çox inkişaf eləyir. Yəni ona görə mən bizə baxan hər bir izləyiciyə məsləhət görərdim ki, ingilis dilindən çox Çin dilinə üstünlük verin. Çünki ingilis dilini po-любому yəni öyrənirsiniz. Nə olursa olsun ingilis dilini öyrənəcəyik. Amma Çin dili elədir ki, bir sözlə pul Çin dilində var da, yəni belə ona görə nəzərə alın. Belə. Maraqlıdır burada həkimlərinizin dostları varmı, çoxmu? Yəni Azərbaycanlılarla ünsiyyətlər necədir? 有很多阿塞拜疆的朋友。 Əslində mənim çox Azərbaycanlı dostlarım var. Pasiyentlərimiz belə müalicəyə gəlib getdikdən sonra belə bizim dostlarımız olur. Düşünürəm ki, Azərbaycanlılar bizə qarşı çox belə isti münasibət göstərirlər və qonaqpərvərdirlər. 很热情。 Çin yeməklərindən ötürü, Çin mətbəxindən ötürü, yəni darıxırsınızmı? 像 Evdə özüm də Çin yeməklərini bişirirəm. Azərbaycanda Çin restoranları da olduğuna görə gedim orada tez-tez yeyirəm. Ona görə bu qədər də çox yəni darıxmağa imkanı olmur. Təbii ki, dad fərqi mütləq ki var və onu hiss eləyirəm. 中国餐çok darıxıram. Çok darıxıram. Çox darıxırlar. Çox darıxırlar. Çok darıxıram. Mən belə darıxıram yəni bəzən Çin yeməkləri üçün. Bəli. Azərbaycanda haraları gəzirsiniz, haraları bəyənirsiniz? 我都在巴库，你都在巴库吗？其他城市还没去过。我也很想去其他城市旅游，去玩一下，去看一下。 Yalnız Bakıda olublar. Ancaq Bakıda olublar, bəli, getməyiblər hələ heç yerə. Bakıda maraqlı yaxşı haralar gəzmisiniz? 那在巴库你觉得最漂亮的地方是在哪里？哪里都漂亮。 Hər yer çox qəşəngdir əslində. 而且人很好，哪里都漂亮。
İnsanlar o qədər yaxşıdır ki, hara gedirəmsə xoş olur. Hətta bir şey də deyim, biz onlar o qədər çəkmişdim videoya. Bizi yolda tanıyırlar artıq. Bizə yaxınlaşırlar, salamlaşırlar belə, yəni nəsə şəkil çəkdirirlər bəzən belə. Olur bu cür şeylər. Bu dəfə Çinliləri təzə bazara gətirmişəm. Toyuq alır. Lalo, ni说 Lalo, 你说 toyuq. 猪肉， Toyuq. 猪肉，你现在说妹妹？妹妹，妹妹？妹妹， Kent? 甜， Toyuğu? 猪油， Ver. 月， Ver. 月， Çin təbabəti ilə bağlı sual vermək istəyirəm. Bilirsiniz ki, dünyada çox məşhurdur Çin təbabəti və burada yəni hazırda hansı prosedurları eləyir həkimlər? 我们在这里，阿塞拜疆这个中国医院里面采用了我们中国这个传统，治疗方法，也有针灸、拔罐、放血、艾灸，手法按摩，还有正骨，这样的针对这个病人的痛症也这一块比较有效果的进行治疗。 Deyir ki, biz deməli iynə terapiyadan əlavə, yəni akupunkturdan əlavə bizdə burada nəticə daha yaxşı olsun, yəni ağrılar daha tez aradan qaldırılsın deyə biz burada bankoterapiya, hicama, moksa, tok terapiyası, masaj, sonra manual terapiya var, belə sümükləri xırçıladır, belə bir şeydir. Onunla məşğul oluruq və beləliklə də adam, insanlar ağrıdan daha tez qurtula bilir. Bunu da əlavə edeyim ki, burada yəni onurğa, bel, ayaq ağrıları, diz ağrıları və qrijalar və yaxud misal insultdan sonra olan xəstələr belə müalicə alır və çox gözəl nəticə görənlər yəni çoxdur belə. Yəni insanların marağı çoxdur da belə. Bəli, yəni o dərəcədə çoxdur ki, yəni dayanmırıq. Çənəmiz düşüb danışmaqdan, yəni bir cür deyə, yəni çünki tərcümə eləyirik. Ən çox da məsələ tərcüməçiyə düşür də, yəni gərək izah eləyəsən ətraflı, belə bir məsələdir. Maraqlıdır, pasientlərlə ünsiyyət qurarkən bir çətinlik yaşamırsınız ki? Bizim məqsəd odur ki, biz ənənəvi müalicə üsullarıdır və təbii ki, biz dərman içməyəndə, yəni nəticəsi də yavaş-yavaş gedir. Ona görə də təbii ki, biraz zaman lazımdır. Bəzi pasientlərdə bunu başa düşmür. İlk 7 günlük də prosedurumuz və ilk 7 gündə biraz belə olsa nəticəni əgər görmürlərsə və yaxud nəsə olursa, bizdə olur o problem. Yəni gəlirlər belə biraz narahat olurlar ki, bəs biz gəlirik, gedirik, biz biraz şey oluruq. Halbuki yəni biraz zaman lazımdır və mütləq ki, nəticə olur. İnsanlar çox yaxşı nəticə görür, özünü daha yaxşı hiss edir, ağrıları azalır. Boş vaxtlarınızda nə edirsiniz? 你有空的时候，你的爱好是什么？我的爱好是跑跑步啊，打篮球啊，出去逛逛街啊，这样子。品尝一下当地的美食。品尝当地美食，还有要跟你去学习阿语。 Deyir ki, biz boş vaxtımızda çıxırıq, gəzirik, basketbol oynayırıq, mən qaçıram deyir. Belə çox görsənməsə də qaçdıq, amma bəzən idmanla məşğul olmaq çox sevir. Budur. Sonra Leyla deyir bizə Azərbaycan dilini öyrədir, belə. O dedi ki, yemək yeməyi xoşlayırıq çox vaxtı, özləri yemək bişirmək. Bu arada çox dadlı yemək bişirir, dəhşətli dərəcədə dadlı yemək bişirir. Yəni mən hətta Çində bu dərəcədə dadlı yeməmişəm. Bilmirəm indi bizim məhsullara görədir yoxsa yox. Amma dəhşət dadlı yemək bişirir. Belə bir gün gəlin qonağımız olun, hamımız İnşallah, mütləq. Belə. İnşallah. İnşallah. Onu da bilir. Həkimlər nə qədər bir人来的时候，他们怎么说？疼的时候怎么说呢？哎Allah，这样子你记得吗？哎妈妈。哎妈妈。 Deyir ki, pasientləri iynələyəndə çox vaxtı belə mama deyərək çağırırlar. Biz də onu həmişə gülürük ki, bəs pasient niyə deyir mamasının iminə çağırır da, yəni papasını yox, mamasını çağırır. O həmişə belə qəribə gəldi onlara. Bir də sizin bir videonuz var idi sosial şəbəkədə, mahnı oxuyurdunuz. Məncə boş vaxtınız həm də birlikdə mahnı oxumaqla da keçirirsiniz. Bəli, bəli. Çin dilindəydi, amma Azərbaycan dilində oxumursunuz mahnı, hə? Hələ o dərəcədə böyüməmişik. Ona görə Çin dilində oxuyuruq çox vaxtı, bəli. 一生情，一杯酒，朋友不曾孤单过，一生朋友必会懂，还有伤，还有痛，还有酒，还有我。
Və var bizim bir dənə mahnımız, ən çox işlədiyimiz, tez-tez onu oxuyuruq. Onu oxuyarıq sizin üçün. Deməli, əslində biz sözləri bilmədiyi üçün mahnıya yandırırıq, mən oxuyacağam. Buyurun. Belə. 那个青蛙说谢谢你，这个有字幕 ，OK？ 送给你小星星，送你花一朵，你在我生命中太多的感动，你是我的天使，一路指引我，无论岁月变幻，爱你唱唱歌。紧握手，谢谢你，因为有你温暖了世纪。谢谢你，感谢有你，世界更美丽。我要谢谢你，因为有你温暖在心底。谢谢你，感谢你，把幸福传递。 Çox qəşəng, çox maraqlı. Bu cür yəni vaxtımızı belə keçirdirik və son olaraq da onu deyim ki, Çinlilər əslində çox yaxşı millətdir. Özləri çox mülayimdir, özünüz də gördüyünüz kimi həmişə gülər üzdülər. Heç vaxt heç kəsə belə pis yanaşmazlar. Gələcək Çinin arxasıcadır məncə. Ona görə hər kəs yavaş-yavaş dili öyrənsin, özünü gelişdirsin ki, bizim ölkədə də Çin dilində bilən adamlar get-gedə çoxalsın. Təşəkkür edirəm, çox sağ olun. Çok sağ ol. Sağ olun.